Azərbaycan Prezidenti tərəfindən imzalanmış fərmana əsasən iyul ayından etibarən çoxuşaqlı ailələrdə hər uşağa ödənilən aylıq sosial müavinət artırılıb. Qərar əhalinin sosial rifahının yaxşılaşdırılması və aztəminatlı ailələrin dəstək mexanizmlərinin gücləndirilməsi məqsədi daşıyır. Yeni artımlar bu gündən qüvvəyə minir. Qanunvericiliyə əsasən bu müavinət 5-dən çox uşağı dünyaya gətirib tərbiyə edən qadınlara uşaqların sağ olması şərti ilə bu hüququn yaranmasına səbəb olmuş uşağı 1 yaşına çatdıqda təyin olunur. Aylıq müavinət uşağın 18 yaşı tamam olan ayın sonuna dək ödənilir. Yeni müavinətin məbləği nə qədər artıb və bu hansı ailələrə şamil olunacaq? Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli Xəbərzulağı AZA açıqlamasında bildirib ki, bu gündən etibarən çoxuşaqlı ailələrə 140 manat müavinət ödəniləcək. Bu gündən məbləği artırılan sosial müavinətlərdən biri də çoxuşaqlı ailələrdə hər uşağa görə aylıq ödənişlərdə. Azərbaycan Prezidentinin imzaladığı fərmana əsasən çoxuşaqlı ailələrdə hər uşağa ödənilən aylıq müavinət iyul ayından etibarən 33% artırılaraq 105 manatdan 140 manata çatdırıldı. Bu yardım yalnız 5 və daha çox uşağı olan ailələrə şamil olunur. Ailə 5-ci uşaq 1 yaşına çatdıqdan sonra sosial müavinət almaq üçün aidiyyəti üzrə müraciət edə bilər. İqtisadçı qeyd edib ki, bu ödənişi almaq üçün vətəndaşımız müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, DOST mərkəzinə müraciət edə bilərlər. Müavinətin təyin olması barədə müraciətə qeydə alındığı gündən ən gecə 10 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə 5 gün müddətində imtinanın səbəbləri göstərilməklə müraciət edən şəxsə rəsmi məlumat verilir.